Bu 5 şeyi əsla etməyin. Əsas da 5-ci. 1. Heç vaxt xəyallarınız barədə heç kimə deməyin. Unutmayın, ağzı bağlı olan balıq qarmağa düşməz. 2. Heç vaxt başqalarının problemlərinə qarışmayın. Onları öz probleminiz kimi qəbul edib onların üzərində dayanmayın. Özünüzü unudacaqsınız. 3. Heç zaman heç kimə çox yaxın olmayın və ya heç kimə çox bağlanmayın. 4. Heç vaxt qazancınızdan çox xərcləməyin. Əks halda dilənçiyə çevriləcəksiniz. 5. Və ən əsas şərt. Heç vaxt heç kimdən borc pul istəməyin və yaxud heç kimə borc pul verməyin. Pul dostluğu pozar və sizi borcuyğan şəxsə çevirər. Necə ki, Benjamin Franklin demişdir. Düşməninə borc ver, dost qazanacaqsan. Dostuna borc ver, dostunu itirəcəksən.